Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. OTK-nın 2026-cı ildə 11-ci sinif şagirdlərinə təqdim edəcəyi sınaq nömrəsi 6 üçün əvvəlki ildə istifadə olunmuş riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Burada x-in qiymətlərini tapa bilmək üçün ilk növbədə edəcəyimiz hər tərəfdən 3 ifadəsini çıxmaqdır. 2x-in qiyməti -4 ilə 2 arasında yerləşəcək. Hər tərəfi 2-yə bölsək, -2 ilə 1 arasında yerləşir. Bu aralıqda olan tam ədədlər -1 və 0-dır. Toplasaq, doğru cavabımız E variantı olur. Növbəti sual 6 üstü x ifadəsini 2 üstü x vur 3 üstü x şəklində yazaq. 3 üstü x plus 1 ifadəsini 3 üstü x vur 3 şəklində yazaq. Sonra 3 üstü x ifadələrini ixtisara aparsaq, 2 üstü x ifadəsi 3-ə bərabər olur. Bizdən 8 üstü x ifadəsini istədiyinə görə burada hər tərəfi kuba yüksəldirik və 8 üstü x ifadəmiz 27-yə bərabər olur. A variantı. Aşağıdakılardan hansı çox həddisin vurğularından biridir? Edəcəyimiz nədir? Bu iki ifadəni kvadratları fərqli şəklində vurğulara ayıraq. X minus 3y, x plus 3y. Digər ifadələrdən 2-ni orta vuruq çıxarsaq, x minus 3y olur. Və əlavə olaraq x minus 3y ifadəsini orta vuruq şəklində qarşıda yazsaq, x plus 3y plus 2 alınır ki, bu da doğru cavab D variantını verir. Standart şəkildə yazılışında x kubun əmsalını tapın. X kubun əmsalını taparkən 5x kubu 2x kvadrat və yaxud 3x-ə vursam, x-in qüvvəti 3-dən böyük ədədlər alınır. Sonra 3x kvadratı 2x kvadrata vursam olmaz. 3x kvadratı 3x-ə vururam. Hər ikisi mənfidir. Hasillər müsbət 9x-in kubu edəcək. Sonra 5x-i 2x-in kvadratına vursam 10x-in kubu edir. Digər ifadələrin hasillərində x kub ifadəsi alınmır. Bizdən əmsalını istəyir. 5x-i 2x kvadrata vuranda qarşıdakı işarə müsbətdir. Toplasaq 19x-in kubu alınır. Yəni əmsal 19-a bərabərdir. AB çoxluqları üçün A-nın qiymətini 7 verib, B-nin qiymətini 5 verib. Kəsişmədə ən böyük qiymət hansı ola bilər? Əgər B-A-nın alt çoxluğu olarsa, o zaman ən böyük qiymət alınır. O da bizə 5-i verir. O mərkəzi çevrədə AOC-nin qiymətini 30 dərəcə verib. Qeyd edək. 30 dərəcə. Əlavə olaraq BOD-ni 20 dərəcə verir. BOD-ni 20 dərəcə verir. OCD-nin qiymətini soruşur. OCD-nin qiymətini tapa bilmək üçün biz COD-nin qiymətinə diqqət edək. 180-dən 30 ilə 20-nin cəmini çıxsaq, 180-dən 50-ni çıxıraq, 130 dərəcə alınır. 130 dərəcə digər CD qövsünün dərəcəsi mərkəzi bucağa söykəndiyi qövsə bərabərdir. 130 dərəcə olur. CO-nun uzantısını çəksək, deməli CM diametri alırıq. Bizdən OCD-ni istəyirdi. Burada verilən bucağın qiymətinə baxırıq. Söykəndiyi DM qövsünün dərəcəsinin yarısına bərabərdir. CM diametri olduğuna görə 180-dən 130-a çıxırıq. 50-ni alınır. 50-nin də yarısı bizə verəcək 25 dərəcə. Yəni B variantı. Növbəti sualımız. Deməli, ABC üçbucağında D medianların kəsimi nöqtəsidir. BD 10-a bərabərdir. Qeyd edək. BD 10-a bərabər. AC-nin qiymətini 24 verib bizə. Növbəti AD DC-yə bərabərdir. Bu o deməkdir ki, deməli, bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq olduğuna görə AB-nin də qiyməti BC-yə bərabərdir. Əlavə olaraq deyir ki, DC-nin qiymətini tapın. AC-ni də bizə 24 vermişdik, qeyd elədik. DC-nin qiymətini tapmaq lazımdır. Medianlar kəsmə nöqtədən başlayaraq 2-1 nisbətində bölünür. Aşağıya uzantısını əlavə etsəm, medianlar 2-1 nisbətində bölündüyünə görə aşağı D-dən fərz edək ki, bu kəsmə nöqtəsi M olacaq. CM məsafəsi onun yarısı 5-ə, daha doğrusu DM məsafəsi onun yarısı 5-ə bərabərdir. Bərabər yanlı üçbucaq olduğuna görə BM həm median, həm hündürlük kimi çıxış edir. Ümumi 24 idi, yarıya böldü, 12 oldu. Bizdən istədiyi DC məsafəsi idi. X qeyd eləsək, DMC düzbucaqlı üçbucağında X-in qiyməti olacaq. Kök altında 5-in kvadratı 25 plus 12-nin kvadratı 144, toplasa 169, oradan doğru cavab 13 alınır. E variantı.
ABCD düzbucaqlısının sahəsi 90-dır. Deməli, bura sahə bizə 90 verib, əlavə AK NK-ya bərabərdir. Bunlar bərabərdir. AB-nə 10 verib, deməli yuxarı 10-dur. Demək ki, BC məsafəsi 9-a bərabərdir. Və AK məsafəsini A götürsəm, burada A-ya bərabərdir. Bu məsafə B-yə bərabər olsa, deməli, buranın perimetrini tapanda P vurulsun, daha doğrusu P bərabərdir 2 vurulsun A plus B düsturundan istifadə edirik. Və A ilə B-nin cəmi gördüyümüz kimi düzbucağının BC tərəfi, yəni 9-a bərabərdir. 2-ni 9-a vururuq, doğru cavabımız 18 B variantı. $25 manata satılan məhsulun qiyməti əvvəlcə 20%, deməli əvvəl 25 manat idi, sonra 20% artdı, yəni 5/1 qədər 5 manat artır, bu olur 30 manat, sonra alınan yeni qiymət, deməli artıq 30 manatı 40% artırmalıyıq, 30-un 40%-i 12 manat eləyir, toplasaq doğru cavabımız 42 manatdır. Satış qiymətini tapın deyir, doğru cavab E variantı. Növbəti trigonometriya ilə bağlı olan bir sualdır. Məxrəcləri bir-birinə vurur, olur sinus 16 vur kosinus 16. Sürətdə isə çarpaz şəkildə vururuq. Sinus 48 vurulsun kosinus 16 minus kosinus 48 vurulsun sinus 16. Sürətdəki ifadə sinusun açılışıdır. Bu bizə verəcək sinus 48 çıxılsın 16, yəni 32 dərəcə. Aşağıdakı ifadə isə 2 qat arqument şəklində göstərə bilmək üçün sürət məxrəci 2-yə vursaq, olacaq 2 sinus 16 kosinus 16, o da bizə sinus 32 dərəcəni verir. Burada ixtisarlarımızı aparsaq, doğru cavabımız 2 alınır, C variantı. Tərkiblər sistemindən x-dən y-in cəmini tapın deyir. Deməli, birinci ifadəni kvadratları fərqi kimi yazsaq, 2x minus y, 2x plus y bərabər olur 35-ə. Minus ifadəsinin qiymətini bizə, daha doğrusu plus ifadəsinin qiymətini 5 verib, 35-i 5-ə bölsə 7 eləyir. Deməli, 2x minus y-in qiyməti 7, 2x plus y-in qiyməti isə 5-ə bərabərdir. Buradan x-in qiymətini axtarsaq, toplayıb 4-ə bölməliyik, çünki y-lər islah olur. 4x-in qiyməti 12, x-in qiyməti 3 olur. Y-in qiyməti isə bizə verəcək 5 minus 6, yəni mənfi 1-i. Bizdən istədiyi bunların cəmini tapmaqdır. 3 ilə mənfi 1-in cəmi bizə müsbət 2-ni verir, B variantı. Növbəti sualda 3 ardıcıl tək ədədin cəmini bizə 57 verir. Birinci ədədə A götürsək, ikincini A plus 2, ardıcıl gələn tək ədədlər 2 vaid fərqlənir. Növbəti A plus 4 olur, cəmi 57. A-ları toplasaq 3A, 2 ilə 4-ün cəmi 6, 57-dən 6 sığaq 51. Növbəti 51-i 3-ə bölsək, A-nın qiyməti 17-yə bərabərdir. Bizdən istədiyi kiçiyini tapın deyir. Cavab A variantı. Sonra 43-də sadələşdirin deyir. Sürətdə deməli, kök altında 3-ü orta vuruq olaraq qarşıya çıxardırıq. Kök altında 3 minus 1 alınır. Aşağıda 2 elə ədəd götürməliyik ki, bu ədədlərin hasilləri versin 3-ü, cəmi isə versin 4-ü. Həmin ədədlər 3 ilə 1-dir. Ona görə bu ifadəni biz kök altında 3 minus kök altında 1, yəni 1 kvadrat kimi yaza bilərik. Buradan da sadələşdirib modul şəklində çıxarsaq, kök altında 3 minus 1 alınır və ixtisarımızı aparsaq, doğru cavabımız kök altında 3 D variantı. A-ın ədədi silsiləsində deməli A6 9, A9 24 olarsa silsilə fərqini tapın. Silsilə fərqinin düsturu A9 minus A6 böl 9 minus 6 olur. Deməli, A9-un qiyməti 24 verib, A6-nın qiymətini 9 verib. 24-dən 9 çıxsaq 15, 9-dan 6 çıxsaq 3 bölsək, doğru cavabımız 5 edir. Düz prizmanın oturacağının diaqonalı düz prizma göstərsək, bu şəkildə olan düz prizmanın bizə verir ki, diaqonalı, oturacağının diaqonalı 6-ya bərabərdir. Oturacağı deməli kvadratdır, diaqonal da 6-ya bərabərdir. Yəni A kök altında 2-nin qiyməti 6, tərəfin qiyməti olacaq 3 kök altında 2. Əlavə olaraq yan tili bizə 5 verib,
bizdən istədiyi həcmidir. Həcmini tapmaq üçün də oturacağın sahəsini hündürlüyə vurmaq lazımdır. Oturacaq tərəfi 3 kök altda 2-dir. Kvadratını tapırıq. Olacaq 9 vur 2, 18. Hündürlüyün qiyməti 5-dir. Hasilləri bizə verəcək 90. Sinus pi bölü 2 plus x 2'də 1 ifadəsində ən kiçik müsbət kökünü tapın. Sinus pi bölü 2-də adını dəyişir. Olur kosinus. İkinci bölüşünə görə sinus müsbət olduğuna görə birbaşa kosinus x yazırıq bərabər 2'də 1. Ən kiçik müsbət kökünü axtarırıqsa, deməli kosinusun ən kiçik müsbət qiyməti birinci rübdədir. O da 2'də 1 qiymətini 60 dərəcədə alır. Hesablanma aparmadan da cavabı təyin etmək mümkündür. Uzunluğu 17 cm olan parça müstəvini kəsir. Deməli, müstəvi götürsək xəyalən, bu şəkildə AB parçası uzunluğu 17-dir. Deməli, müstəviyə qədər olan məsafə 1, 7, digəri isə 8 olur. Bizdən istədiyi nədir? Parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tap. Tutaq ki, bunu bir M nöqtəsi götürsək, digərinin N nöqtəsi, M-in məsafəsini tapmaq lazımdır. Paralel köçürmə şəklində belə bir görüntü yarada bilərik. 7 vahid parçanı paralel yuxarıya köçürsək, deməli 8 plus 7 15 alınacaq. Deməli BN məsafəsi BN. Sonra AB məsafəsi yuxarı qalxacaq, M nöqtəsinə gələcək. Bu bizə verəcək parçanın uzunluğu 17-ni. M-in məsafəsinin qiymətini isə Pifaqor teoreminə görə tətbiq edə bilərik ki, 17-nin kvadratı çıx 15-in kvadratı. 289-dan 225, 64. Kök çıxarsaq, doğru cavabımız 8-dir. 48-ci sualda kompleks ədəddir. Hər ikisində kvadrat iştirak edir. Bu kvadratları kənarda yazsa, deməli, mötərizə daxilində 2 minus 2i, 2 plus 2i, müxtəsər vurma düsturlarına görə kvadratları fərqli yazırıq. 2-nin kvadratı 4, 2-nin kvadratı 4i-nin kvadratı olur. Sonra kvadratı qeyd edirik. I kvadrat bizə müsbət mənfi 1-i verir. Hasillərində müsbətə çevriləcək ortadakı işarə. 4 ilə 4-ün cəmi 8, 8-in kvadratı 64. Növbəti sualımız. Katetləri 5, kök altda 11 olan düzbucaqlı üçbucağın kiçik katet. Kateti 5 olarsa, həmin katet kök altda 25 deməkdir. Yəni, kiçik katet dediyimiz kök altda 11-dir. Ətrafında fırlanmasından alınan fiqur. Bu bizə konusu verir. Konusu seçsək, bizdə alınan fiqurun deməli, hündürlüyü kök altda 11-dir. Kök altda 11-dir. Radiusu 5-ə bərabərdir və perpendikulyardır. Digər yan tili və yaxud da doğran şəkildə deyə bilərik. Uzunluğunu tapsaq, düzbucaqlı üçbucaq teoreminə görə Pifaqor teoremini tətbiq edirik. Etdiyimiz kök altda 11-in kvadratı 11, 5-in kvadratı 25 toplasaq edəcək 36. Oradan da cavab 6 olur. Deməli, radiusun qiyməti 5, hündürlüyün qiyməti kök altında 11 və doğranın qiyməti 6-ya bərabərdir. Bizdən istədiyi səthinin sahəsini tapın. Səthinin sahəsini tapanda yan səthinin sahəsi olacaq pi RL, yəni pi 5, bir də 6, yəni 30 pi. Sonra oturacağın sahəsini tapsaq olacaq pi R kvadrat, pi radius 5'li kvadratı 25. Yəni 25 pi. Bizdən səthinin sahəsini istədiyinə görə ikisini bir yerdə toplayırıq, olacaq 55 pi. ABC üçbucağında BAC bucağı BCD bucağına bərabərdir. BC'nin qiymətini 6 verib, AB 8 verib, AD'ni soruşur. Burada oxşarlıq alınır. Oxşarlığı ayrıca qeyd eləsək, deməli B yuxarı təpə nöqtəsi, D solda, C sağda. Sonra digər üçbucağı qeyd eləsək, digər üçbucaqda isə yuxarı təpə nöqtəsi B-dir, amma BCD bucağına bərabər olan BAC bucağı olduğuna görə burada A nöqtəsini qeyd eləyək və C-ni solda qeyd eləyək. Əlavə olaraq da daha doğrusu B bucaqları hər ikisində eyni dərəcə ölçüsünə malikdir. İki bucaq bərabərsə üç bucaqlar oxşardırlar. Oxşardırlarsa nəyə qeyd edə bilərik? AB-nin qiymətini 8 yazırıq. AB-nin qiyməti 8, sonra BC-nin qiymətini 6 yazırıq. Burada 6-dır, burada 6-dır. Sonra edəcəyimiz nədir? Bizdən istədiyi AD-nin qiymətini tapmaqdır.
AD-nin qiymətini tapmaq üçün verilən şərtlərə görə BD-nin qiymətini tapa bilərik. BD-nin qiyməti olacaq 6 böl x 8 böl 6. X-in qiyməti olacaq 36, x-in qiyməti isə bizə verəcək 4,5. Sonra deməli x dediyimiz BD-dir. Bura 4,5-dir. AB 8-dir. 8-dən çıxırıq. 4,5-i qalır 3,5. Yəni doğru cavabımız 3,5 edir. 10 il əvvəl ana qızından 6 dəfə böyük idi. Qeyd edəcəyimiz nədir? Ananın yaşını götürək A şəklində, qızın yaşını götürək B şəklində. 10 il əvvəl dediyi A minus 10'un qiyməti 6 vur B minus 10'a bərabər. A plus 10, 10 il sonra isə 2 dəfə böyük olacaq. 2 vurulsun B plus 10. Bu ifadələri açıb sadələşdirsək nə alırıq? Deməli, A minus 6 B'nin qiyməti olacaq mənfi 50. Sonra A minus 2 B'nin qiyməti isə olacaq 10. Sonra aşağı hissəni 3'ə vursaq olacaq 3. Sonra 2'nin yerinə 2'ni 3'ə vuranda 6 yaza bilərik. Əlavə olaraq 6B yazırıq. 3'ü 10'a vuranda 30 eləyir. Sonra aşağıdakı ifadədən yuxarıdakı ifadəni çıxsaq 3A'dan A'nı çıxanda 2A, mənfi 6B'ləri çıxanda 0, 30'dan mənfi 50'dən çıxsaq 80, hər tərəfi 2'yə bölsək A'nın qiyməti 40 olur. Bizdən istədiyi A'nın indiki yaşı idi, o da 40'a bərabər oldu. A'nın hansı müsbət qiymətini, deməli A'nın müsbət qiyməti lazımdır. İfadələrə həndəsi silsilənin ardıcıl həlləri olar. Həndəsi silsilədə belə bir qayda var ki, mərkəzdəkinin kvadratı A kvadrat, loqaritmi 2 əsasdan 9 özündən eyni məsafədə olan hədlərin hasillərinə bərabərdir. Loqaritm 3 əsasdan 4 ifadəsi, deməli 9'u yaza bilərik 3'ün kvadratı şəklində, 4'ü yaza bilərik 2'nin kvadratı şəklində. Qeyd edək, 3'ün kvadratı, digər isə 2'nin kvadratı. Kvadratları qarşıya çıxarsaq 2 vurulsun. 2 vurulsun loqaritma 3 əsasdan 2, loqaritma 2 əsasdan 3. Bunlar hasilləri 1 olur, cavab 4. A'nın kvadratı 4 isə A'nın qiyməti plus minus 2'yə bərabərdir. Bizdən istədiyi müsbət qiymətdir. Ona görə də biz A'nın qiymətini 2 qəbul edirik. Növbəti sualımızda ABCD rombunda BH AD'yə perpendikulyardır. HD'nin qiymətini 4 verib, BH-ı 12 verib. Rombun sahəsini soruşur. Biz belə bir əlavə yaza bilərik ki, AH-a x, AB-yə x plus 4 və ABH üçbucağına görə x plus 4'ün kvadratı, yəni Pifagor teoremi, x plus 4'ün kvadratı, x kvadrat plus 8, x plus 16 bərabər olacaq. Daha doğrusu, bərabər olacaq x kvadrat plus 144. X kvadratları islah eləsək, 8x'in qiyməti bərabər olacaq 144 çıxılsın 16. X'in qiyməti isə bərabər olacaq. Deməli, 144'ü 8'ə bölsək, 16 çıxılsın 2, yəni 14. Bir dəqiqə, 18. 18'dən 2 çıxsa olacaq 16. Sonra AH-ın qiyməti 16 olur, AD-nin qiyməti 20 olur. Rombun sahəsini taparkən də tərəfi ilə hündürlüyün hasilini hesablayırıq. 20'ni vururuq 12'yə, doğru cavabımız 240 alınır. Sinifdə olan 4 oğlan 6 qız arasından 4 nəfər seçilərək komanda düzəldilməlidir. Komanda oğlan və qızların sayının bərabər olması. Deməli 2 qız 2 oğlan var və ümumi ehtimalı tapmalıyıq. Ehtimalı taparkən də nə edirik? Birinci, oğlanları götürsək 4 oğlandan ikisini seçə bilərik. Vurma prinsipi ilə yerinə yetirilir. Qızları götürsək 6 nəfərdən 2 nəfər seçə bilərik. Ümumi isə 10 şagirddən 4 şagird seçilməlidir ki, bunu da kombinizon üsulu ilə hesablayırıq. Sonra deməli 4'dən 2'nin qiymətini
hesablasaq olacaq 4 faktorial, aşağıda olacaq 2 faktorial, vur 2 faktorial. 6, kombinizon 6'dan 2 olacaq. Deməli 6 faktorial bölünsün 2 faktorial, vur 4 faktorial. Əlavə olaraq qeyd edirik. Məxrəzdəki kombinizon 10-dan 4-ü isə qeyd edilir. 10 faktorial bölünsün 10 minus 4. 10 minus 4, yəni 6 faktorial vurulsun 4 faktorial. Burada hesablamalarımızı aparsaq, deməli 4 faktoriallar ixtisar olur. Sonra 2 faktorialların hasilləri 4 eləyir. Burada 3, 2, 6 qalır. Sonra 6 ilə 2-ni də ixtisar aparsaq, burada 3 qalacaq. 3 qalacaq. Sonra 6 faktorial. 6 faktorial. Bunların yerinə isə nə yazırıq? Deməli 6 faktorial 120 vurulsun 6. Digəri də 120 vurulsun 6. Aşağıda isə daha doğrusu ilə bunu 6 faktorial kimi də yazma olardı. Vurulsun 7, 8, 9, bir də 10. Burada 6 faktoriallar da ixtisar aparsaq 7 olduğu kimi qalır. 8, 9, 72, 10'a vursaq 720, hasil 720 və nəticədə qalacaq. Məxrəzdə 7, sürətdə 3. Doğru cavabımız 7-də 3 edir. Növbəti sualımız funksiyaların qrafinin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Əvvəlcə bunların kəsişmə nöqtəsinin absisini qeyd edilir. X kvadrat minus x minus 3 bərabər 2x plus 7-yə. Sonra x'in kvadratı minus 3x minus 10 bərabər olur 0-a. X'in bir qiyməti olacaq mənfi 2, bir qiyməti olacaq müsbət 5. Y mənfi 2 qiymətində alır. Deməli 2x plus 7 ifadəsi üçün düşünsək, mənfi 2-ni vururuq 2-yə mənfi 4, üzərinə 7 gəlir 3 eləyir. 5 qiyməti üçün düşünsək, 2, 5-in 10, üzərinə 7 gələndə 17 eləyir. Sonra isə bizim axtaracağımız mənfi 2, 3, tutaq ki A nöqtəsidir, mənfi 2, 3, bir də B nöqtəsidir, 5, 17. 5, 17. A ilə B nöqtəsi arasındakı məsafəni hesablasaq, doğru cavabımız edəcək. 5-dən mənfi 2 çıxda 7, kvadratı 49. Üzərinə əlavə edirik. 17-dən 3 çıxanda 14, kvadratı 196. Toplasaq, kök altı 245. 245-də 49 vurulsun 5 deməkdir. 49-dan 7 çıxır, kök altında 5 qalır. 7 kök altında 5.